Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyina ve habibi kulubina ve tabibi nüfusina Abil Qasimi Mustafa Muhammed ve ala ehl-i beytihi tayyibin tahirin el-ma'sumin. Salam əziz və möhtərəm müsəlmanlar. Bugünkü proqramın, bugünkü verilişin mövzusu Həzrəti Fatimə Zəhra və Həzrəti Əli əleyhissalamın evlilik il dönümünə aiddir. Yəni, istəyirəm Həzrəti Əli və Fatimə Zəhra salamullahi əleyhanın evlilikləri barədə olan bəzi ibrətlər və dərslər var. Yəni, onların həmi həyat tərzləri, Həzrəti Əli ilə Həzrəti Fatimənin yaşayış tərzi, yaşam tərzindən olan ibrətlər barədə, eyni zamanda onların evliliyi barədə bir qədər danışım və bu evlilikdən və bu yaşayışdan, onların həyatından hansı dərsləri biz götürə bilərik, hansı nümunəni götürə bilərik, istəyirəm bu barədə danışaq. Amma buna keçmədən öncə istərdim bunun səbəbini açıqlayam. Yəni, nəyə görə biz Peyğəmbərin, digər Peyğəmbərlərin, eləcə də 12 imamın həyatını müsəlmanlara danışırıq. Məqsəd nədir? Məqsəd budur ki, onlar kamil insan olublar, onlar Allaha yaxın bəndələr olublar və onların hər sahədə, yaşayışların hər bir sahəsində bizim üçün nümunə ola bilən yeganə şəxslərdir. Yəni, həm Peyğəmbərlər, həm də imamlar. Çünki onlar pak olublar, günahsız olublar və Allah sevdiyi kimi bəndə olublar. Bu baxımdan da Fatimə Zəhra və Həzrəti Əli əleyhissalamın hətta evliliyi belə məxsusən gənclər üçün, yeni ailə quranlar üçün və ya yeni ailə qurmaq istəyənlər üçün nümunədir. Bu baxımdan da mən istədim belə Fatimə Zəhra ilə Həzrəti Əli əleyhissalamın evliliyindən və ümumiyyətlə yaşayışından hansı dərslər götürə bilər bizim gənclər, istədim bu barədə danışam. Həzrəti Əli əleyhissalamdan Həzrəti Fatimə Zəhra salamullah əleyhanın evliliyindən gənclərimizin xüsusi olaraq da öyrənəcəyi ən birinci və ən önəmli dərs budur ki, evlilik vaxtı insan gərək, həmi xanım, həm bəy gərək bu evliliyin Allahın razı olub olmadığı haqqında düşünə. Yəni, evliliyin müvəffəq olması üçün gənclərin evlənəndən sonra xoşbəxt olmaları üçün ən birinci şərt budur ki, gərək baxarlar, görərlər ki, bu evliliyi Allah sevirmi? Bu evlilikdən Allah razıdırmı? Allahın razılığı hər bir evlilik üçün ilk olaraq birinci şərtdir. Çünki əgər Allah razı olmasa bir evlilikdən, həmin evliliyin bir faydası olmaz, bir bərəkəti olmaz. Məqsəd də budur ki, Allahın razılıq deyəndə məqsəd bundan ibarətdir ki, həm xanım, həm bəy tərəfdən, hər iki tərəfdən gərək ilk olaraq evlənmədən öncə evliliyin dini evlilik olduğunu haqqında, yəni dini evlilik dinlə yaxındırmı, yoxsa dindən uzaqdırmı bu evlilik? Yəni, fərz edək, əgər bir qadın bir bəylə ailə qurmaq fikrindədirsə də, gərək o bəyin dini haqqında düşünə. Çünki əgər o bəyin dini olmasa, bu evlilikdən Allah təbii ki, razı olmaz. Ya əksinə, bir bəy bir xanımla ailə qurmaq istəsə, o xanımın dinlə əlaqədar düşüncələrini öyrənmədən öncə və ya bilsə ki, o xanımın dinlə əlaqədar düşüncələri mənfidir, dinə qarşı münasibəti, düşüncəsi mənfidir, gərək o xanımla ailə qurmasın. Çünki belə bir vəziyyətdə insan evlənərsə, təbii ki, zaman keçdikcə onun zərərlərini dərk edər və həyatında görər. Bu baxımdan da biz tarixə baxsaq, Həzrəti Fatimə Zəhra salamullah əleyhanın Həzrəti Əli əleyhissalamdan evlənmədən öncə Peyğəmbərin evinə Fatimə Zəhra ilə evlənmək istəyənlər çox oldu. Yəni, çox insanlar oldu ki, istədilər Peyğəmbərin qızı Fatimə Zəhra ilə ailə quralar. Onlardan biri Əbdurrahman İbni Avf adlı bir şəxs idi. Əbdurrahman çox imkanlı bir şəxs olub, yəni maddi durumu çox yaxşı olubdur, çox sərvətli insan olub. Hətta tarixdə qeyd olunur ki, Peyğəmbərin yanına gəldi Əbdurrahman ibn Avf
Peyğəmbərə 3 evin pulunu, parasını təklif elədi ki, mənim bu qədər 10.000 dirhəm tarixdə var ki, 10.000 dirhəm Peyğəmbərə pul təklif elədi ki, bu pulu bir başlıq pulu, başlıq parası və ya bir mehriyə ünvanında verim, qızın Fatimə Zəhra ilə evlənməyimə müsaidə et. Yəni, icazə ver ki, qızından evlənim. Peyğəmbər həmin anda Abdurrahmanı üz tutaraq yerdən bir torpaq götdü, bir ovuz torpaq götdü və dedi ki, istəsən, əgər sən istəsən, mən bunu qızıla çevirərəm bu torpağı Allahın izni ilə. Yəni, bizdən ötəri Peyğəmbər bunu başa salmaq istədi ki, biz Peyğəmbərlər və biz Əhl-i Beytdən ötəri pul, para önəmli deyil. Önəmli Allahın razılığıdır. Bu baxımdan da biz baxsaq görərik ki, Fatimə Zəhranın evliliyində ən birinci şərt olan Allah razılığı, Allahın rizayəti riayət edilib. Yəni, Peyğəmbər də, Həzrət Fatimə Zəhra da evlilikdə, yəni Fatimə Zəhranın evliliyində Allahın razı olması şərtinə diqqət ediblər. Yəni, sadəcə olaraq dünya malına baxmaq lazım deyil. Bu baxımdan da Peyğəmbər hər dəfə Fatimə Zəhrəyə kimsə elçi göndərəndə, evlənmək üçün bir ismarız göndərəndə Peyğəmbər buyurardı ki, Fatimənin evliliyi Allaha bağlıdır, Allahın iradəsinə bağlıdır. Və biz baxırıq tarixdə var ki, Həzrət Əli əleyhissalam Fatimə Zəhra salamullah aleyhaya elçi gələndə, yəni istəmək üçün, yəni özü üçün istəməyə gələndə Həzrət Əli Fatimə Zəhradan Peyğəmbər Fatimə Zəhranın düşüncəsini soruşanda, fikrini soruşmaq istəyəndə bu evlilik barədə Fatimə Zəhra Peyğəmbərə sual verir ki, ata, bu evliliyə sən, Allah Rəsulü və Allahın kəndisi, Allahın özü də razıdırmı? Yəni, Allahın rizayətini soruşdu atasından. Və bunlar hamısı bizə bunu çatdırır ki, Fatimə Zəhranın evliliyində Allah razılığı önəmli şərt olaraq diqqət olunub və riayət edilibdir. Və biz baxsaq, tarixdə çox hədislər var Peyğəmbərdən və Əhl-i Beytdən ki, evlilik barədə, evlilikdə gənclərin diqqət edəcəyi mühüm nöqtələr barədə, gənclərin, valideynlərin diqqət edəcəyi mühüm nöqtələr barədə hədislər var. O hədislərin birində Peyğəmbər sallallahu aleyh bizə buyurur ki, əgər evinizə qızınız üçün elçi gəlsələr, yəni evlənmək üçün təklifdə bulunsalar, təklif etsələr ki, sizin qızınızla bizim oğlumuz istəyirik ailə qura, Peyğəmbər buyurur, ilk olaraq onun əxlaqına bax, yəni həmin o bəy olmaq istəyən şəxsin, qızınıza elçi düşən şəxsin əxlaqına bax, gör əxlaqı davranışı nasıldır, necədir və daha sonra dininə bax. Maraqlı budur ki, Peyğəmbər bu hədisdə həmi dinə işarə edir, buyurur ki, evlənmək istəyən şəxsin dininə bax, amma dindən öncə əxlaqını deyir. Yəni, əxlaq çox mühümdür. Əxlaq da qayıdır dinə. Dinin bir hissəsi əxlaqdır. Çünki bir çox insanlar var ki, dindar olsa belə, namaz qılıb, oruç tutsa belə, əxlaqı davranışı düzgün davranış deyil. Yəni, Peyğəmbər buyurur, hətta dindar olsa belə, amma əxlaqı olmasa, əxlaqı olmayan şəxsə də qız verməkdən uzaq durun. Deməli, birinci öyrənəcəyimiz dərs Həzrəti Fatimə Zəhra və Həzrəti Əli əleyhissalamın evliliyindən bu oldu ki, ilk olaraq ailə quranda gənclər və gənclərin valideynləri gərək onların dininə baxsınlar. Onların dini varmı, yoxsa yoxdurmu? Dindar olmasalar belə, dinə qarşı düşüncələri necədir? Düşüncələr mənfidir, yoxsa müsbətdir? Əxlaqları necədir? Əxlaqları Peyğəmbər sevdiyi əxlaqdandır, yoxsa Peyğəmbərin və İslamın ziddinə olan əxlaqa malikdirlər? Bunlar diqqət olunasıdır. İkinci, Fatimə Zəhra və Həzrət Əli əleyhissalamın evliliyindən bizim öyrənəcəyimiz dərs budur ki, sadə həyat tərzi, sadə yaşayış. Məqsəd budur ki, insan ailə quranda çox da bu cehiz və digər əşyalar ki alınır, onların ifrata varmasın onlar barədə.
çox da həddini aşmasın. Biz tarixə baxsaq görərik ki, Fatimə Zəhranın həm mehriyyəsi, həm də cehizi çox sadə cehiz və mehriyə olubdur. Yəni bunun özü geniş bir mövzudur. Mən istəmirəm bunu açam, amma tarixdə qeyd olunmuş Fatimə Zəhra və Həzrət Əli əleyhissalamın evliliyində həm mehriyə sadə idi, həm də cehiz sadə idi. Düzdür, bizim zamanımız, yaşadığımız dövrün zamanı və şəraiti fərqlidir. Biz Peyğəmbərin zamanındakı yaşayan insanlar kimi yaşaya bilmərik. Çünki dediyim kimi zaman fərqlidir, şərait fərqlidir. Amma yenə də nə qədər fərqli olsa zaman, insan çalışmalıdır ki, həm xanım tərəf, həm bəy tərəf imkan həddində sadə yaşayışa önəm verməlidirlər. Çünki insan sadə yaşasa, nə qədər sadə yaşasa, o qədər ailə arasında, xanım və bəy arasında, onların ailələr arasında mehribançılıq və səadət və xoşbəxtlik çox olar. Üçüncü, Həzrət Əli əleyhissalamın evliliyindən bizim öyrənəcəyimiz dərs budur ki, qarşılıqlı hörmət. Yəni, xanım da bəyə hörmət etməlidir, bəy də xanıma hörmət etməlidir, onun ehtiramını qorumalıdır. Bəzən görürük ki, eşdirik da, məsələn, deyirlər ki, bəy deyir ki, mənəm evin kişisi, pulu paranı qazanan mənəm, xanım evdə oturur və sadəcə ev işlərlə məşğuldur. Mənim sözüm həmişə birinci olmalıdır. Bu bir həddə məntiqlidir. Amma mənim sözüm həmişə sözü yanlışdır. Mənim sözüm həmişə birinci olmalıdır. O vaxtı məntiqli sayılar ki, kişinin dediyi söz doğru olsun, düzgün olsun. Xanımın da, qadının da özünə görə bir boynunda vəzifələri var, zəhmətləri var, ev işləri var. Bunların hamısı önəmlidir. Bu baxımdan da həm qadın, həm kişi bir-birlərinə qarşı Allah Teala tərəfindən fərz edilmiş, vacib edilmiş hörməti qorumalıdırlar. Həzrət Əli əleyhissalam buyurur ki, heç bir zaman Fatimə Zəhra məni narazı etmədi. Bu çox böyük bir sözdür, ağır bir sözdür. Yəni, elə bir kişi varmı deyə ki, məni xanımım heç bir zaman bir zərrə qədər belə incitmədi, narahat etmədi. Yəni, Fatimə Zəhra sallallahu aleyhə evlilikdə o qədər, o həddə dərindən riayət etdi hər bir şeyə ki, Həzrət Əli əleyhissalamı bir an belə incitmədi. Eyni zamanda Həzrət Əli əleyhissalam da Fatimə Zəhranı narahat etmədi heç bir zaman. Bu baxımdan həmi xanım, həm bəy gərək evlilikdə bu hörməti, qarşılıqlı hörməti gərək qoruyalar. Və dördüncü dərs, ibrət dərsi budur ki, gərək həm xanım, həm bəy evlənəndən sonra bir-birlərinə olan bu mehribançılığı və istəyi, bir-birlərinə qarşı olan bu sevgini gərək göstərələr. Həm rəftarlarından, həm dildə. Peyğəmbər sallallahu hədislərin birində buyurur ki, əgər həyat yoldaşını insan sevirsə, gərək bunu həyat yoldaşına desin dili ilə. Biz bəzən elə düşünürük ki, İslam dini yalnız namaz, oruc, yalnız bunlardan ibarət. Xeyr, İslam dini geniş bir, əhatəli bir dindir. Qiyamətə qədər haqq olan yeganə din İslam dinidir. Ona görə İslam dininin içərisində bir çox qayda qanunlar var ki, insan əgər bunlara diqqət eləsə, yalnız axirət yox, elə dünyanın özündə də, dünyada da xoşbəxt olar. Bu baxımdan Peyğəmbər buyurur ki, əgər bir bəy öz xanımı sevirsə, ona qarşı məhəbbəti varsa, bunu dilinə gətirməlidir. Bəzən bunu dildən deməlidir. Və əksinə, xanım da onu kimi, əgər öz həyat yoldaşını sevirsə xanım, gərək bunu bəzən dilinə gətirər. Və 5-ci dərs, ibrət dərsi, sonuncu bizim bu proqrama uyğun olaraq sonuncu ibrət dərsi, ibrətlər çoxdur onların həyatından, Əhl-i Beytin həyatından ibrətlər çox-çoxdur, yəni danışsaq bitməz. Amma proqramın zamanını nəzərə alaraq mən istədim qısa olaraq danışaq. 5-ci ibrət dərsi bəlkə də bu ən mühimidir. Yəni Allahın razılığından sonra evlilikdə ən mühim, bəlkə də 5 dənənin içindən bu 5-cidir. O da budur ki, insan həm xanım, həm bəy
evləndikdən sonra səbr etməyi başarmalıdırlar. Səbr o qədər mühümdür ki, hədislərdə gəlib ki, əgər insanın səbri yoxdursa da, sanki insanın başında, bədənində başı yoxdur. Yəni, bədəndə baş nə qədər önəmlidir insan üçün. İnsanın başı olmasa da bədənin anlamı olmaz, insan ölü sayılar. Məsum buyurur ki, bədəndə başın önəmi miqdarda, önəmi qədərdə, önəmi həddə, insanın imanında da səbr o qədər önəmlidir. Bu baxımdan da biz baxsaq, Hz. Əli əleyhissalamın evlilikdən sonra, evlilikdən öncə də təbii ki, yaşadığı dövr müsəlmanlara davamlı şəkildə bütpərəstlər və müşriklər və münafiqlər tərəfindən hücumlar olurdu, müharibələr baş verirdi. Yəni, Peyğəmbər və Hz. Əli və digər sahabələr məcburən kendilərini, özlərini difa etmək üçün əlinə qılınc alıb döyüşə gedirlər. Hz. Əli evlilikdən sonra bəzən olurdu ki, 70 dənə tarixdə var ki, bədəndə 70 yerində bədəninin yara ilə qaydardı evə və Fatimə Zəhra səbrdən, təmkinlə, hövsələ ilə Hz. Əli əleyhissalamın yaralarını bir-bir su ilə yıxıyardı, təmizləyərdi, paklayardı və bağlayardı. Eyni zamanda evdə evin işinə də məşğul olardı. Tarixdə var ki, bir dəfə Hz. Fatimə Zəhra olmadı ki, Hz. Əli əleyhissalama hizmət etməkdə bir dəfə olmadı ki, etiraz etsin. Heç bir zaman etiraz etmədi. Hər zaman həm evin işini yerinə yetirdi, həm Hz. Əlinin xidmətində oldu. Bu baxımdan da baxırıq Hz. Zəhra necə ki, heç bir zaman şikayət etmədi yaşayışdan, baxmayaraq ki, sıxıntılar çox idi. Bizim gənclərimiz də, yeni ailə quranlarımız da imkan həddə gərək çalışarlar, səbr edələr. Müxtəlif sahələrdə ola bilər, müxtəlif cəhətlərdən sıxıntılar gəlsin, həm xanım tərəfə, həm bəy tərəfə. Amma yenə də əgər insan istəsə ki, Allah onun evliliyindən razı olsun, onun dünyasına və axirətinə bərəkət versin, gərək həyatın müxtəlif sahələrində, müxtəlif sıxıntılarında, problemlərində səbri özü üçün sipər tutsun, səbrli olsun. Peyğəmbər bu barədə buyurur ki, əgər bir xanım öz bəyinə, öz həyat yoldaşına üz tutaraq desə ki, mən səndən heç bir xeyir görmədim. Fərz edək, bir xanım həyat yoldaşına deyir ki, mən səndən bir xeyir görmədim indiyənə qədər. Səndən bir xeyir görmədim. Əgər bunu desə, Peyğəmbər buyurur, həmin xanımın qıldığı namazların və tutduğu oruçların hamısı batil olar. Yəni, sanki oruç tutmayıb bu insan. Bu qədər önəmlidir. Xanımla bəy arasında olan səbirlə davranış, şikayət etməmək. Ona görə də gərək biz və xüsusi olaraq da gənclər, yeni evlənən şəxslər və evlənmək istəyənlər gərək bunlara diqqət etsin ki, əgər dünya və axirətdə insan səadətə varmaq istəsə, xoşbəxt olmaq istəsə, həm bu dünyanın, həm axirətin Allah sevdiyi kimi bəndələrindən olmaq istəsə, gərək 5 dənə dərsə gərək insan həyatına tətbiq etsin. Bu 5 dənə dərsi, ibrət dərsi evlilikdə. Allahın razılığı olmalıdır evlilikdə. Gərək insan əxlaqlı olsun, dindar olsun. Məqsəd də budur ki, əxlaqlı və dindar olsa insan, Allah da o insandan razı olar. Və bu cür insanla ailə qurmaq lazımdır. Dindar insanla və əxlaqlı insanla. İkinci budur ki, gərək insan sadə yaşayışa önəm versin, sadə yaşasın. Üçüncü budur ki, insan çalışsın, həm xanım, həm bəy bir-birinə hörmət bəsləsinlər, ehtiram eləsinlər, hörmətlərini sındırmasınlar. Dördüncü budur ki, əgər təbii ki, bəy və xanım bir-birindən ailə qursa, bir-birini sevir. Bu sevgiyi gərək dildən desinlər bir-birinə. Və axırıncı, beşinci budur ki, gərək həm bəy, həm xanım yaşayışın müxtəlif sahələrində, müxtəlif problemlərində, sıxıntılarında səbirli olmağı başarsınlar. Əgər insan səbirli olarsa, mütləq və mütləq həyatda qalib gələr və öz məqsədinə çatar və xoşbəxt olar. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.